Hər vaxtınız xeyir olsun, dəyərli Ata TV izləyiciləri. Bu günləri biz Sabunçu rayonunun Bakıxanov qəsəbəsindəki Şəhidlər Xiyabanına təşrif buyurmuşuq. Bura gəlişimizin səbəbi Bakıxanov qəsəbəsi, Sabunçu rayon Bakıxanov qəsəbəsi şəhidi İsrail Namiq oğlunun bu günləri anım günüdür. O münasibətlə də yaxınları, əzizləri, valideynləri və onları istəyən, şəhidlərimizi istəyən əzizlər hamısı bugün bura toplaşmışıq. Burada uyuyan şəhidlərimiz həm birinci Vətən müharibəsi şəhidləridir, həm ikinci Vətən müharibəsi şəhidləridir. Allah İsrail balamızın timsalında bütün şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Allah Teala o dünyaların versin, Allah Teala ruhların şad eləsin. Təbii ki, şəhidlərin məqamı cənnətdir. Onlar peyğəmbərlərin cərgəsində olan insanlardırlar. Allah Teala şəhidliyi hər kəsə nəsib etmir. Şəhidlik ancaq İslamiyyətdə vardır ki, şəhid adı ona görə də doğma Azərbaycanımızda, eləcə də Türk dünyasında həmişə əziz tutulur və bundan belə də əziz tutulacaqdır. Və bu günləri şəhid balamızın biz timsalında gəldik. Bakıxanov qəsəbəsində olan bütün şəhidlərimizi ziyarət elədik. Allah Teala ruhlarını şad eləsin biz tərəfdən. Allah Teala atası Namiq qardaşımıza, Kəmalə bacımıza Allah səbr versin. Allah Teala bundan belə Azərbaycan xalqına müharibə, yaman gün göstərməsin. Bu günləri həm də müstəqilliyimizin yəni ikinci bərpası günüdür. Nə qədər ki Azərbaycan xalqı var, nə qədər ki belə mərd oğullar var, Azərbaycan müstəqilliyi daimi və əbədidir. İndi elə qısa olaraq burada şəhidimizin atası Namiq qardaşımız iştirak eləyir. Sözü mən ona verirəm. Mən də bugün hər bir kəsi salamlayıram. Bugün hamınız təşəkkür edirəm ki, şəhidin məclisinə toplaşmışıq, 5-ci il dövrünə toplaşmışıq. Hamınıza minnətdaram, təşəkkür edirəm. İnşallah saat 5 üçün demişik, tədbirimiz başlayacaq məclisimiz. İndi biz biraz tələsdik. Allahın köməyi ilə aparıcı kimi sizə hazırlayıram, sizə söz verəcək. Lazım olan yoldaşlar var burada, onlara söz verilər inşallah. Çox sağ olun, təşəkkür edirəm. بحق محمد وآله وبالفاتحة ما شاء الله. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. هو الله الذي لا إله إلا هو عالم الغيب والشهادة
الشهادة هو الرحمن الرحيم هو الله الذي لا وسلم احيانا بحرمات القرآن اللهم اجعل القرآن لنا في الدنيا راحة وفي القبر منيسا وفي الصراط جوازا ومن النار سترا وحجابا اللهم بلغ وأبصر صوابا ما قارنه من كتابك الكريم آياتك العظيم هدية منا وسيلة لك إلى روح محمد المصطفى صلى الله عليه وآله وسلم وعلي المرتضى عليه السلام وفاطمة الزهراء سيدة النصارى عليها السلام والحسن المجتبى عليه السلام والحسين الشهيد بكربلاء عليه السلام وبعد أئمة الهدى صلوات الله عليهم أجمعين إلى روح المرحوم المغفور المغرور المعلوم وبلغ صوابه الأرواح المرحومين المغفورين المغفورين المعلومين خصوصا şehit kardeşimiz Şehit İsrail Namik oğlunun ruhu şad ve onun simasında Azerbaycan Respublikasının ərazi bütövlüyü uğrunda bugüne kadar dünyasını değişmiş zemiyen həmvətənlərimizin, məxsusən şəhidlərimizin ruhları şad. Bu 5 yıl müddətində şəhidləri unutmayan zəvvarların əmvatlarının ruhları şad. Rahimallahu men yeqra'u Fatihə məs-sələvat. Allah rəhmət eləsin. Değerli Ata TV izleyicileri, Bakıxanov qəsəbəsi Şəhidlər Xiyabanından reportajımız devam eləyir. Yəni şəhidliyimizdə bir neçə din xadimləri vardır ki, bu xadimlərdən də biri Bakı şəhəri Heydər Əliyev adına məscidin axundu Hacı Rüfət qardaşımızdır. Xahiş eləyirəm şəhidlər barəsində bir neçə kəlmə buyurasınız. Rəhman və Rəhim olan Uca Allahın adı ilə əvvəla şəhidimiz İsrail qardaşımıza Uca Rəbbimizdən rəhmət diləyir, məqamlarının daha da uca olmağını istəyirəm. Bura gələn hər bir analarımıza, qardaşlarımıza, bacılarımıza çox sağ olun deyirik. Həqiqətən şəhidlər bizim üçün bir dəyərdir, şəhidlər bizim üçün bir məktəbdir. Onlar Allah yolunda canlarını qurban verərək şəhidlik məqamına ucaldılar. Şəhid sözünün mənası canlarını qurban verərkən cənnətdəki məqamlarını müşahidə etməkdir. Şəhid Allahın ona verdiyi məqamı müşahidə eləyər, cənnətdəki məqamlarını müşahidə edərlər. İnsanlar içərisində elə bir varlıq yoxdur ki, Allahın huzuruna gedib Allah ona cənnəti verdikdən sonra təkrar dünyaya gəlmək istəsin. Amma bu varlıq şəhiddir ki, şəhid olduqdan sonra Allahdan 70 dəfə can istəyər. Allah ona 70 can versin, o 70 canını Allahın yolunda, vətənin yolunda, dinin yolunda, namus yolunda qurban versin. Çünki şəhidliyin dadını alar, şəhidliyin ləzzətini alar. Bu baxımdan şəhidin bir şəfaət haqqı olar. Şəhid öz yaxınlarına, öz əzizlərinə 70 nəfərə şəfaət etmək haqqı olar ki, axirətin çətin günündə bizim onların şəfaətinə ehtiyacımız olacaqdır. Bu baxımdan onlar da öz yaxınlarına, öz əzizlərinə şəfaət etmək haqlarına sahib olarlar. Şəhidlərin valideynlərinin bir təsəllisi var. Bu təsəlli nədən ibarətdir? Cənnətdə onların başlarına yaqutdan tac qoyular. Şəhid atası, şəhid anası gələndə bilinər ki, bunlar şəhid atalardır, şəhid analardır. Bu baxımdan bizim axirətə inancımız var. Dünya həyatı sadəcə buradan ibarət deyil. Allah Qur'an-ı Kərimdə buyurur ki, Allah yolunda öldürülənlərə ölü deməyin, əksinə onlar diridirlər, lakin siz bunu dərk etməzsiniz. Sadə insanların bunu dərk etməsi mümkün deyil. Amma şəhid ataları, şəhid anaları, şəhid qardaş və bacıları, şəhid övladları,
hiss edir ki, onların atalarının məzarı, cisimləri torpağın altında olsa da, amma onların ruhları heç vaxt o ailələri, o ataları, o anaları tərk etmədi. Həyat sadəcə cisimdən ibarət deyil, cisim ruhun maketidir. Amma bizə verilən o ruh da Allah tərəfindəndir ki, ailəmizin içərisində, cəmiyyət içərisində gəzər. Onun üçün də Qur'an buyurur ki, Allah yolunda öldürülənlərə ölü deməyin. Ölü olan onların cismidir, torpağın bağrına əmanət olaraq bastırırlar. Amma onların ruhları diridirlər, vardılar və varlıqlarıyla da insanlar içərisində bir xidmət etmiş olarlar ki, biz bu günləri əziz şəhidimizin, İsrail qardaşımızın məzarının başı üzərinə gəlmişik. Bu bizi həm milli birləşdirir, həm dini birləşdirir. Bir dəyərimizdir, milli və mənəvi dəyərimiz ətrafında birləşirik. Onların şəhid olduğu günləri, onların dünyaya gəldiyi günləri sıradan bir gün kimi baxmır. Gəlişlərini də xüsusi qeyd edirik, dünyadan gedişlərini də xüsusi qeyd edirik ki, onlar bizi öz canlarını qurban verməklə dəyərlərin ətrafında birləşdirdilər, bizi millət olaraq birləşdirdilər. Bizə böyük bir Azərbaycan kimi yaralı Azərbaycanımızı sağaltdılar, bütöv etdilər. O əmanətə sahib olmağımız üçün o mirası sonraki gələn nəsillərə verdilər ki, bizim də vəzifəmiz o əmanəti, o mirası qorumaqdır. Onlar Allahın qatında rəhmətlə anılırlar, Allahın rəhməti ilə müamilə edirlər. Amma biz bir daha deyirik ki, Allah onlara rəhmətini daha da bol etsin, məqamları ucadır, daha da məqamlarını uca etsin. Bədirin şəhidləri var, Uhudun şəhidləri var, Kərbalanın şəhidləri var. O əziz qardaşlarımızı, bütün şəhidlərimizi Bədirin, Uhudun, Kərbalanın şəhidləri ilə məşhur etsin. Amin. Ancaq deyim ki, bugün ayaq üstə olan qazilərimiz var, müharibə iştirakçılarımız var. Məhz 1-ci Vətən müharibəsi iştirakçısı qazimiz Hacı Həsən qardaşımız burada iştirak eləyir. Mən elə söz ona vermək istəyirəm ki, bir neçə kəlmədə o şəhidlik barəsində danışsın. Buyurun. Bismillahirrahmanirrahim. Rəhman və Rəhim, mehriban və bağışlayan Allahın adı ilə. Təşəkkür edirəm İlham müəllim, bizə dəyər verdiyinizə görə. Allah şəhidlərimizin məqamını âli eləsin. Hacı Rüfət qardaşımız şəhidlər barədə geniş danışdı və Quran-ı Kərimin Əl-Bəqərə surəsinin 154 və Ali İmran surəsinin 169-cu ayələrində Allah Taala şəhidlərimizə dəyər verir və buyurub ki, Allah yolunda ölənləri ölü hesab etməyin. Onlar diridirlər, lakin sizin şuurunuz onları qəbul edə bilmir. Digər bir ayədə buyurur ki, Allah yolunda, vətən yolunda, din yolunda, namus yolunda, qeyrət yolunda canların fəda edənləri ölü hesab etməyin. Bəlkə onlar diridirlər və Rəbbilərinin yanında ruziləri var. Allah şəhidlərimizin məqamını âli eləsin. Allah Teala şəhidlərə 7 dənə imtiyaz verib ki, hər şəxsə qismət olan imtiyaz deyil. Şəhidin ilk damla qanı onun bütün günahlarının kəffarəsidir. Şəhidin qanı onun qüsludur. Şəhidin qanlı libası onun kəfənidir. Şəhidin qiyamət günündə libasının şəfayət etmə məqamı var. Necə ki, Həzrəti Yusuf filmində də siz bunu gördünüz ki, Həzrəti Yaqub Peyğəmbərin gözləri Həzrəti Yusuf əleyhissalama ilahi tərəfindən bəxş olunan o köynəyin vasitəsilə şəfa tapır, nicat tapır və şəhidin də libası qiyamət günündə öz nəslindən 70 insanın, 70 günahkar insanın günahının bağışlanmağına səbəb olar. Şəhid qiyamət günündə hərbi libasda qaldırırlar və Allah Teala ona o imtiyazı verər ki, istədiyi qədər insanlara şifayət eləyə bilsin. Və bu nöqteyi nəzərdən də 5 ildir ki, artıq biz bu şəhidlərimizin haqqında kifayət qədər din xadimləri və sizin kimi ziyalılar danışıblar və fikir eləyirəm ki, bundan artıq vaxt almağımıza dəyməz. Mən fəqət Seyid Əzimə yazılmış bir təxmislə fikirlərimi istəyirəm çatdıram. Seyid Əzimin belə bir qəzəlinə bir nəfər təxmis yazıb deyir, Əhli dinin hədəfi ayə-i Qur'an yoludur. Peyğəmbər bizə 2 əmanət qoydu, Qur'an və Əhl-i Beyt. Ayə-i Qur'an, yəni Peyğəmbərin buyurduğu hədisi səqəliyin. Ey ümmətim, mən sizi tərk edib gedirəm, 2 əmanət qoyuram, Qur'an və Əhl-i Beyt. Nə onlardan qabağa geçməyin, nə onlardan geri qalmayın. Bu şəhidlərimiz Qur'anın və Əhl-i Beytin ardınca getdi və bu məqama sahib oldular.
buyurur ki, əhli dinin hədəfi ayə-i Qur'an yoludur. Nə ki İsmail olan var, ona qurban yoludur. Canı başdan üzəlin, kim bura canan yoludur. Göstərir məscidi zahid ki, bu iman yoludur. Bunu da bil ki, könül meykədə irfan yoludur. Bülbülün eşqi gülüstanına güldəndir yolu. Özü gildəndir ki, Adəm elə gildəndir yolu. Necə ki, Xaliqin insana şəkildəndir yolu. Kəbəyə əhli haqqın batini dildəndir yolu. Qeyri yol getsən əgər qulu biyaban yoludur. Bizə Mövla Əlidir, çün ona olduq tabi. Bu səbəbdən ki, odur dövləti elmin babi. Qorxuram getməyəsən Kəbəyi ər abi. Getdiyin rah müxalifdir, bu şeytan yoludur. Allah bizi dünya və axirət Quran və Əhl-i Beytindən ayrı salmasın. Amin. Və Həzrəti Əli əleyhissalam oğlu İmam Həsən Müstəbə əleyhissalama buyurdu ki, oğlum gəncliyi zay olanın gələcəyi vay olar. Təəssüfanə ki, biz gəncliyimizdən bu hünəri gözləyirik ki, onlar vətənin, millətin daim keşiyində dursunlar və gəncliklərini zay eləməsinlər. Bu şəhidlər öz gəncliklərində canların verdilər, cananı aldılar. Və 5 ildir biz bunları hörmətlə, ehtiramla yad eləyirik və ümidvaram ki, ömrümüzün sonuna qədər də bir Azərbaycan xalqı kimi onların hörmətini, ehtiramını saxlamaq bizim ən ümdə vəzifələrimizdən biri olacaq. Allah Teala şəhidlərimizin ruhunu şad eləsin. Allah Teala şəhidlərimizin valideynlərinə səbr-i cəmil əta eləsin və bizə də o qabiliyyəti versin ki, biz o şəhidlərin özlərinin ehtiramını saxladığımız kimi valideynlərinin də ehtiramını saxlamağı özümüzə bir vəzifə bilək. Allah şəhidlərimizin ruhunu şad eləsin və bütün şəhid valideynlərinə bir qazi kimi başsağlığı verirəm və onlara Allahdan can sağlığı diləyib və arzu edirəm ki, inşallah Allah onları qiyamət günündə Həzrəti Peyğəmbərin ailəsindən, balalarını da Peyğəmbərin nəvələrindən ayrı salmasın inşallah. Diqqətinizə görə təşəkkür edirəm. Bir şəhid atamız iştirak edir. Xahiş edirəm özünü təqdim elə və bir neçə kəlmə danış. Mən də bir şəhid atası olaraq istəyərdim bir neçə kəlmə sizlərə danışam, deyim. Nə qədər ağrılı, acılı, çətin, ağır olsa da yenə bölüşmək istəyirəm sizinlə. Bu şəhidlərin, bu uşaqların nə xoş ki halımıza, adam biraz deməyə də çətinlik çəkir. Yəni hələ-mələ özünü toparlayıb cümləni demək olmur. Ağır da olsa məcburam deməyə. Bu cür evladların nə xoş ki bizim halımıza belə bir İsrail kimi oğulların valideyni olmağı Allah Teala bizə nəsib eləyib. Yəni bu da bir Allah tərəfindən bir mükafatdır. Bir də xalqımızın insanlarına, Azərbaycan vətəndaşlarına çatdırmaq istəyirəm ki, Allahdan sizlərə də mükafatın ancaq Allahdan istəyirəm. Kimlər ki, şəhidi, valideynlərinin, şəhidin unutmur, Allah özü onların mükafatını versin. Allah kömək olsun. Mən özüm də şəhid atası, şəhid Həsən ağanın atasıyam. Mən deyə bilmirəm, mən şəhid Həsən ağanın atasıyam. Mən ümumiyyətlə mən də bir şəhid atasıyam. Bizim üçün fərq eləmir. Şəhid Həsən ağa, şəhid İsrail, hamısı bizim üçün, bizim evladlarımızdır. Allah hamımıza sabır versin. Allah axirət dünyamızı xeyirli eləsin. Dəyərli Ata TV izləyiciləri, Bakıxanov qəsəbəsi Şəhidlər Xiyabanından reportajımız davam edir. Bu günləri bu Şəhidlər Xiyabanında bizim Azərbaycan Türk Xalqları Qardaşlıq İctimai Birliyinin sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent Səkinə Bayramova iştirak edir. Səkinə Bayramova ilə birlikdə biz bir neçə gün bundan öncə həm də Namiq qardaşımızla Balakən rayonunda səfərdə olduq. Orada şəhid Harun Alqayev barəsində kitab yazılmışdı və şəhid İsrailin də orada barəsində bir neçə vərəqlər də onun barəsində yazılmışdı ki, həmçində onun dostları barəsində və Türkiyədən bir neçə şəhidlər barəsində. Mən də bu məqamda sözü istəyirəm Səkinə Bayramova verim. Səkinə xanım, buyurun. Çox sağ olun.
Əziz şəhid anaları, şəhid bacıları və bizim dəyərli soydaşlarımız, hər birinizi salamlayırıq. Biz, bütün şəhidlər bizim üçün müqəddəsdir. Şəhidləri biz bir-birindən ayırmarıq. Amma bu günləri biz şəhid İsrail Cəfərzadənin ruhunun işığına yığışmışıq. Ümumiyyətlə, oktyabr ayı şəhid ayıdır. Yəni, üzr istəyirəm, biraz normal bir yerdə çəkiliş olsaydı, hamıya üzümüzü tutardıq. Biz bir neçə şəhid kitabının müəllifiyik. Mənim kimi dəyərli alim olan Yeganə Qəhrəmanova indi burada bu çəkilişdə iştirak etmədi. Amma indi çalışacaq üzürlü səbəbə görə hər halda şəhidimizin ev muzeyinə gəlib çatacaq. Biz bir neçə şəhidlərdən bəhs edən kitablar yazmışıq və oktyabr ayının 13-də əfsanəvi kəşfiyyatçı Türk Harun kitabının, bizim yazdığımız kitabın Balakən rayonunda rayon icra hakimiyyəti tərəfindən mədəniyyət evində kitabın böyük təqdimatı keçirildi və biz o kitaba bir neçə şəhidlərimizi də, yəni o kitabın yazılma məqamından istifadə edərək bir neçə şəhidlərimizi o kitaba daxil edə bildik və belə şəhidlərdən biri də bizim gənc, özü yaxşı kiçik olub qoyduğu tarix Azərbaycan boyda olan şəhid İsrailimizin haqqında, onun keçdiyi döyüş yolu haqqında biz o kitabda verdik və bizimlə Namiq qardaş, Kəmalə bacımız o tədbirdə iştirak etdi. Qürurlusuz siz. Nə qədər başınızı aşağı, yəni o evladınızın dərdindən başınızı aşağı salsaz da qürurunuz var şəhid anaları. Şəhid İsrail eyni Harun Alqayev kimi kəşfiyyatçı idi. Biz o kitaba daxil edəndə Namiq müəllim bir neçə fikir söylədi və o fikri tutub o kitaba biz daxil etdik. Deməli, İsrailgil bir neçə nəfər döyüşçü ilə minalanmış yerə daxil olurlar. Təbii ki, bunların əlində mina axtaran yox idi. Bu igid, qəhrəman oğul avtomatın qundağı ilə o minaları təmizləyərək, 30-a qədər minanı təmizləyərək əskərlərin, döyüşçülərin o yerdən keçməsinə nail olmuşdur. Bax, bu qəhrəmanlıqdır. Neçə-neçə tanklar məhv olunmuşdur. Bax, bu qəhrəmanlıqdır. Bundan danışmaq lazımdır. Və İsrailin timsalında sizin oğullarınız, qardaşlarınız hər biri özünə məxsus, özünə görə igidliklər göstərmişdir. Və biz, baxdım mən məzarının üzərində ağ güvərçinə, Kəmalə xanım, Kəmalə ana, sən başını dik tut. Sənin dilindən o kitaba biz bir el ağısı salmışıq. Analar yanar ağlar, dərdlərin sanar ağlar, dönər ağ göyərçinə, yollara qonar ağlar. Siz analar, gözünüz hər zaman yollardadır. Və ağ göyərçinə dönən şəhid haqqında yazılan o məqalə, yazı, mən inanıram ki, Allah bizə qüvvət verəcək. 3-cü şəhid kitabımız məhz şəhid İsrail Cəfərzadədən bəhs olunacaqdır. Mən İsrailin timsalında bütün Azərbaycan şəhidlərinə Allahdan rəhmət diləyirəm. Bizim borcumuzdur, ziyalıların ziyalı kimi işindən, peşəsindən, kimliyindən asılı olmayaraq hər birimiz biz şəhidlərə hörmət etməliyik, onları yaşatmalıyıq. Şəhidlər kitablara həkk olunmalıdır. Bu abidədir hərbi, bu daş abidələr 500 il sonra, yəni mən belə düşünürəm ki, bəlkə gəlib keçəcək, amma o kitablar 1000 il belə yaşayacaqdır. Allah rəhmət eləsin, biz gənc bir şəhidin ruhuna yığışmışıq. İsrailin timsalında bütün şəhidlərə var, o cümlədən Bakıxanov qəsəbəsində, yəni uyuyan şəhidlərə biz Allahdan rəhmət diləyirik. Sağ olun, çox sağ olun. Bizim Bakıxanov qəsəbəsindəki bax bu şəhidlər xiyabanını da ziyarət elədilər. Eyni zamanda da şəhid İsrail Namiq oğlunun qəbrini ziyarət elədilər və bu il Allah bizə qismət elədi ki, Azərbaycan Türk Xalqları Qardaşlıq İctimai Birliyinin təşkilatçılığı ilə biz 5 şəhid ailəsi Namiq qardaşımız başda olmaqla Türkiyə səfər elədik və orada da demək olar ki, Türkiyə şəhidləri ilə Azərbaycan şəhid ailələri arasında bir körpü yarandı. İnşallah ki, bu körpü gedişli, gəlişli olar, davamlı olar. Allah Teala İsrail balamızın timsalında bütün cəmiyyən şəhidlərimiz Allah qəni-qəni rəhmət eləsin, ruhları şad olsun. Dəyərli ATA TV
izləyiciləri, reportajımız Sabunçu rayon Bakıxanov qəsəbəsinin Şəhidlər Xiyabanından davam eləyir. Onu da qeyd edeyim ki, Sabunçu rayon İcra Hakimiyyətinin şəhidlərimiz həmişə nəzərindədir və bu gün də İcra Hakimiyyətinin nümayəndələri bura təşrif buyurublar. Allahdan onlara can sağlığı diləyək. Çox sağ olun, çox var olun ki, heç vaxtı şəhidlərimizi unutmursunuz və daima şəhid ailələrinə dəstək olursunuz. Sağ olun. Burada bizim kiçik bir balamız var. Onur balamız şeir demək istəyir. İndi onu dinləyək. Buyur. Torpaq üçün can töküblər. Yurdum üçün qan töküblər. Qəhrəmanlar unutulmaz, onlar bizə can olub. Kərbəlayı Azər qardaşımız dindar şəhidlər haqqında bir mərsiyə söyləyəcəkdir. Ondan sonra hamınız, yəni Namiq qardaşımızın evinə təşrif buyuracağıq. Hamınız dəvətlisiniz. Mərsiyədən sonra inşallah ki, ora ziyarətə gedəcəyik. Buyurun. Səngərimdə qana batdım, anacan başın sağ olsun, dəxi mən murada çatdım, anacan başın sağ olsun, anacan başın sağ olsun, anacan başın sağ olsun, anacan başın sağ olsun, atacan başın sağ olsun. Eləyirəm, Allah elminə, səsinə bərəkət versin. Dəyərli Ata TV izləyiciləri, bununla da burada biz reportajımızı tamamlayırıq. İnşallah ki, şəhid atası Namiq qardaşımız hamınızı evə dəvət eləyir. Reportajımız orada da davam eləyəcək. Mərdlik üçün mütləq deyil boy-buxun. Əsas odur. Döyüşkən olsun ruhun. Bu mənim yazdıqlarımdır. Bəli, Səkinə xanım çox dəfələrlə söyləyib ki, biz şairlər, yaradıcı insanlar, qələm sahibləri də həmən şəhidlər kitabının yazılışında bizlər də tarixin səhifələrinə həkk olunuruq. Allah Taala bütün şəhidlərimizə rəhmət eləsin. Bu mən idim Azərbaycan Türk Xalqları Qardaşlıq İctimai Birliyinin sədrinin birinci müavini, şair, publisist, Bakıxanov qəsəbəsi sakini Hacı İlham Qurbanoğlu.